Salam əziz müəllimlər, şagirdlər və abituriyentlər, mən Günel Əliyeva. Azərbaycan dilindən olduğu kimi ədəbiyyatdan da bu gündən etibarən bütün mövzuların, yəni imtahana düşən mövzuların video izahlarını sizə təqdim edəcəm və vaxt itirmədən elə keçirəm videoya. Deməli, şifa xalq ədəbiyyatından başlayacağam. Bunu iki videoda izah edəcəm. Birinci hissə, ikinci hissə olaraq. Niyə? Birinci hissədə şifa xalq ədəbiyyatı və aşıxıracılıq haqqında ümumi danışacağam. İkinci hissədə isə bəzi nağıllar var, hansı ki onlar imtahana düşür. Nağıllar, əfsanələr. Onları həm oxuyacağam, niyə oxuyacağam, həm də təhlil edəcəm. Ona görə oxuyacağam ki, yəni imtahana bəzən olur hazırlaşan namizədlər çətinlik, daha doğrusu tənbəllik edirlər. Yaxud məsələn oturub özündən oxumağa hardasa xoşları gəlmir, elə bilirlər ki, çətin bir şeydir. Həm də elə adam var ki, yəni yadında qalmır oxuyanda. Məsələn deyir ki, siz izah etdiniz, yaxşı yadımda qaldı. Yəni videoları izləyəndə daha yaxşı yadlarına qalır. Ona görə onu həm oxuyacağam, həm də təhlil edəcəm. Beləliklə şifa xalq ədəbiyyatından bu videoda danışıram. Deməli, şifa xalq ədəbiyyatı, ümumiyyətlə ədəbiyyat nədir? Ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. Yəni obrazlı nə deməkdir? Məsələn, ədəbiyyatda nələr olur? Bax deyirik, göylər ah çəkir, buludlar ağlaya da bilər. Yəni məsələn, göylər fəryad qopara bilər. Yəni obrazlı şəkildə əks etdirmək deyirik də biz buna. Məsələn, insanın könlü ağrıyar ədəbiyyatda, könlüm ağrıyır, könül ifadələri. Yəni bu cür könülla bağlı məsəl üçün adi tibbdə deyək, ürəkdəsə ədəbiyyatda könlüm ağrıyır ifadəsinə işlərik. Yəni metaforlar, bədii təsvir ifadə vasitələri. Bunlardan da yer gəlmişkən danışacağam təbii ki. Növbəti dərslərimizdə. Deməli, ədəbiyyat deyəndə obrazlı şəkildə əks etdirən söz sənəti nəzərdə tutulur. Və ümumiyyətlə şifa xalq ədəbiyyatı folklor. Yəni bu xalq müdrikliyi anlamına gəlir də folklor. Və ədəbiyyat özü, bədii ədəbiyyat həyata əks etdirmə üsuluna görə 3 növə bölünür. Hansılardır bunlar? Lirik növ, epik növ, dramatik növ. Bu da var ki, lirik, epik, dramatik növün bir şifa xalq ədəbiyyatındakı janrlar var. Bir də yazılı ədəbiyyatdakı janrlar var. İndi mövzu şifa xalq ədəbiyyatı olduğu üçün, yəni belə deyək ki, deməli ədəbi növlərin, yəni lirik, epik, dramatik növü şifa xalq ədəbiyyatındakı janrlarından indi danışacağıq. Elə kitabın ardıcıllığından olsun deyə buradan baxaraq deyəcəm. Deməli, ümumiyyətlə ən qədim janr hesab olunur. Deməli, nəğmələr. Nəğmələr testlərdə düşür. Məsələn, mahnıdan fərqli olaraq, yəni daha doğrusu nəğmədən fərqli olaraq mahnıların melodiyası olur, amma nəğmələrdə yoxdur. Nəğmələr məsələn var əmək nəğmələri, yəni deməli öküzün, kəlin tərifinə həsr olunan nəğmələr, yəni holavarlar, sayacı sözləri. Ümumiyyətlə nəğmələr niyə belə deyək, holavarlar, sayacı sözləri yəni niyə yaranıb, onu da deyim. Necə olub ki, daha doğrusu indi o qədər də mən deyərdim ki, o qədər də çox istifadə olunmur hardasa. Bilirsiniz, əvvəllər insanlar daha saf idi. İnsanların düşüncələri də saf idi, həyata baxışı da saf idi. Məsələn, onlar heyvanlarla daha çox danışardılar. İndi məncə bu azalıb. Düzdür, indi də var bitkilərlə, heyvanlarla danışan insanlar, amma əvvəlki qədər deyil. Yəni o dövr üçün əvvəllər daha çox yayılmışdı. Deməli, holavar nədir? Öküzün kəlin tərifinə həsr olunur. Məsələn, qızıl öküzüm yeri, qoyma şum qala geri. İti tərpən maralım, düşmənlər baxır bəri. Sonra biri var, mən onu çox sevirəm. Öküz, öküz, xan öküz, dırnaqları qan öküz. Sən kötana güc elə, mən də deyim can öküz. Sonra sayacı sözləri isə qoyunçuluqla bağlıdır. Yəni qoyundan bərəkət istənilir. Nənəm anarış qoyun, yunu bir qarış qoyun. Çoban səndən küsübdür, südü ver, barış qoyun. Bu da belə. Deməli, yəni nəğmələr, bu da ki, holavarlar, sayacı sözləri. Bunu qeyd etdim. Sonra mövsüm nəğmələri. İlin müxtəlif fəsilləri ilə bağlı yaranır. Mövsüm nəğmələri ilində 4 fəsil var da, yaz, yay, payız, qış. Yəni onlarla bağlı yaranır. Məsələn, gün çıx, o günün çıxması üçün hava deyək ki, yağışlı keçəndə. Qodu isə əksinə fasiləsiz yağan yağışın kəsilməsini arzulamaq məqsədi ilə istifadə olunur. Sonra gəlir mərasim nəğmələri. Mərasim nəğmələri deməli toy və yas nəğmələri olmaqla 2 yerə bölünür. Yas mərasim nəğmələri deməli məsələn belə birini deyim. Ümumiyyətlə kədər ifadə edir, kədər motivlərin özündə ehtiva eləyir. Nisgil, həsrət, kədər, göz yaşı. Ağlaram, ağlar kimi
dərdim var dağlar kimi. Xəzəl oluram, töküləm viranə bağlar kimi. Bir də var ki, toy nəğmələri. Burada isə artıq yeni qurulan ailəyə xoşbəxtlik, səadət arzulanır. Məsələn, zülf töküb üzə dilbər, çıxıbdı düzə dilbər. Duvaq salın üzünə, gəlməsin gözə dilbər. Bax, bu toy nəğməsi də misal ola bilər. Sonra məişət nəğmələri isə laylalar və oxşamalar var. Oxşamalar laylalar deyəndə uşağı yatırdmaq üçün oxunursa, yəni əvvəllər laylanı daha çox analar oxuyurdusa, indi YouTube üzərindən laylaları qoyuruq, uşaq ona qulaq asır. O da ki, çox böyük uşaqlar qulaq asmır. Deməli, yəni çox böyük deyəndə ki, məsələn, heç belə deyim də 5-6 aylıq uşaqlar qulaq asarlar məcburiyyətdən, amma böyüyəndə uşaqlar qulaq asmırlar, 3-4 yaşında uşaqlar belə qulaq asmırlar. Amma laylalar, yəni həqiqətən də çox gözəldir və uşağı sakitləşdirir, yatızdırmaq üçün anaların dilindən oxunur. Deməli, sonra gəlirik oxşamalara. Bu isə uşağı əzizləmək, oynatmaq üçün nənələr, daha çox nənələr deyim, analar tərəfindən oxunur. Sonra qısa danışım ki, videolar yorucu olmasın. Deməli, sonra gəlirik burada qəhrəmanlıq nəğmələri, məsələn, Koroğlu, Dədə Qorqud dastanlarında oxunan nəğmələri qeyd edə bilərik. Sonra mahnı isə nəğmədən fərqlidir, özünə məxsus melodiyasının olması ilə seçilir. Məsələn, İrəvanda xal qalmadı. O xal nə xaldır? Qoşa düzdürmüsən. De görüm nə xaldır, üzə düzdürmüsən. Deməli, Qaragilə apardı sellər saran, bu adam misal ola bilər. Bayatı isə, deməli, bayatılar kövrək, həzin duyğuları özündə əks etdirir. Testdə bu cümlə ilə xüsusən tanıyırıq, əziziyəm sözü ilə xüsusən başlanır. Deməli, 4 misra 7 hecadan ibarətdir. Əzizim, vətən yaxşı, geyməyə kətan yaxşı, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı. Sonra əfsanələr və rəvayətlərin fərqi ondadır ki, əfsanələrdə müasir ağlın, düşüncənin uydurma hesab etdiyi hadisələr verilirsə, rəvayətlərdə isə real zəmin üstünlük təşkil edir. Lətifələr də deməli onun ki, yəni müxtəlif nöqsanları göstərmək üçün istifadə olunan janrdır. Və onu da qeyd edə, bu cümləni qeyd edin. Bədii gülüşün növlərindən olan satira və yumordan, həmçinin sarkazmdan da istifadə olunur lətifələrdə. Çünki testlərdə düşür, sarkazm varmı? Var. Atalar sözü və məsələlər, atalar sözləri bitkin xarakter daşır. Məsələlər isə müəyyən bir hadisə ilə bağlı yaranır. Buradayam. Yuxarıdayam. Sonra tapmacalar isə, deməli, tapmacalar məntiqi təfəkkürü yoxlamaq üçün istifadə olunur. Bax, mən burada video çəkdim. Dən sakit durarsan video çəkim. Deməli, tapmacalar məntiqi təfəkkürü yoxlamaq üçün tapmacalar yəni söylənilir. Məsələn, ağaca çıxdım adamla, bir nəlbəki badamla, nə dili var, nə ağzı, hey danışır adamlar. Rəydə də tapmacalar yaza bilərsiniz. Yanıltmacalar isə səs oyunu üzərində qurulur. Digərində deyim tez. Nağıllar da ki, deməli, heyvanlar haqqında nağıllar var, sehirli nağıllar var, bir də məişət nağıllar var. Nağıllardan danışacağım ikinci hissədə konkret nümunələrinlə. Sonra oyunlar vaxtın mənalı keçməsi məqsədi ilə oynanılır. Xalq tamaşaları onlara bəzən meydan tamaşaları da deyilir. Xalq tamaşaları, məsələn, burada nümunə verib, əkəndə yox, biçəndə yox, yəni ortaq qardaş. Oyunlar isə əl üstə kimin əli uçdu, dəsmalı ver, xəndəyə düşmə. Yəni bunlar oyunlar və oturaq oyunlar, bir də hərəkətli oyunlar. Oturaq və hərəkətli, oturaq oyunlara misal olaraq lal dinməz, əl üstə kimin əli uçdu. Göstərilir dəsmalı ver, xəndəyə düşmə, dəyirman isə hərəkətli oyunlardır. Aşıq yaradıcılığı haqqında da onu deyim ki, burada rəqs birləşir. Yəni həm oxuyur aşıqlar, həm rəqs edir, həm söz söylüyor. Və aşıqlar ifaçı və yaradıcı aşıqlardır. İfaçı aşıqlar, deməli, yaradıcı aşıqlar yaradırlar, söz qoşurlar, ifaçı aşıqlar onları ifa edirlər. Sonra, deməli, Aşıq Ələsgər, Dirili Qurbani, Xəstə Qasım onu qeyd edin. Aşıq Abbas Sufarqanlı, Aşıq Hüseyin Cavan yaradıcı aşıqlardır. Deməli, Aşıq Hüseyin Saraclı, Aşıq Kamandar, Aşıq Əmrah isə ifaçı aşıqlardır. Bunu da qeyd edin. Və Aşıq Qaracaoğlu'nun mühüm bir hissəsi dastanlarla bağlıdır. Belə, növbəti ikinci hissə videosunda isə nağıllardan danışacağım.
Bu oldu şifahi xalq ədəbiyyatı birinci hissə videomuz.